Getdi ya Pramoy. Salih'in zərbəsi top qapıdan yan keçirindi. Məzahir topla irəliləyir. Məzahirdən yaxşı bir ara ötürməsi qapıya zərbə. Uğursuz alınır. Şahin verdi. Müdafiədə yaxşı paslaşmalar və top qoyur müdafiəçi. Nicat birbaşa qapıya zərbə. Şahindən möhtəşəm seyv. Üçün zərbəsi yerinə yetiriləcək. Qırmızı komanda. Həmid qüvvətli bir ötürmə idi bu. Elmirdən müdafiə zonasında təhlükəli paslaşmalar və alt yaxlı komandanındır. İndi Əlişqa Babayevdən geriyə ötürmə. Bir daha oynadı. Nicat oradan nələr etməyə çalışır. Elmir Mədətov mərkəzə meylənir. Həmid ara kösməni kəsdi. Birbaşa qapıya Şahin. Top uzaqlaşdırılır. Həmid komandalı yoldaşlarına istiqamətləndirmə verir. Fuaddan yaxşı topu kəsir. Asif Fuad bir daha ötürmənin qarşısını aldı. Asif geriyə, Həmid irəliyə ötürmə, Şahin və əllə toxunuş var idi mi orada? Var otağından indi bir şeylər deyəcəklər bizə. Həmiddən Asif və biraz qüvvətli alınır Xalid üçün. Salih yaxını ilə oynadı Əlişqanın ötürməsi uğursuz, amma Elmir çatdı buna. Mədətovdan yaxşı ötürmə. Babayevdən geriyə Mədətov. Nicat gecikir və Əlişqandan top aldı Elmir. Əzimkarlığını göstərdi. Nicat top uzaqlaşdırır. Salih heç kim yoxdur orada. Asif biraz qüvvətli və erkən ötürmə. Top isə qapısının zərbəsi ilə meydana daxil olur. Nicatdan usta işi bir toxunuş indi Salih. Salih nə edəcək? Salihdən yaxşı ötürmə. Və qapı boşdur. Yoxlamaq olardı. Əlişqan nələr edir, nələr. Fuad, Fuad qüvvətli zərbə düşünürdü orada, lakin top ayağına oturmadı elə bir. Qapçı Məzahir ilə oynayır. Məzahir Xalidə bir ötürmə. Babayev yaxşı oynadı. Məzahir topu altdan meydana daxil etdi. Xalid top keçmir nədənsə. Həmid top ondadır hələ də. Şqa yeri yıxıldı, amma ötürməsini verə bilir. Həmid birbaşa qapıya. Heç kim topa toxuna bilmədi. Asif. Top uzaqlaşdırıldı mı? Asif. Xalid artıq yaş öz sözünü deyir. Həmid bir ötürmə Xalidə. Xalid nələr edəcək? Qapıya zərbəsini bloklayır. İndi uzun ötürmə. Keçmir top. Birbaşa irəlilənlə ötürmə. Salih yaxşı toxunuş. Salih geriyə fırlanır. Pas opsiyaları var. Xalid top uzaqlaşdırır indi Həmid. Təhlükəli vəziyyət büdrədi.
Başqa, oy oy oy, oy 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 oy, Allah, Allah. Nicat, başını qaldırdı, Həmid. Mərkəzə meyilli ötürmə. Xalid nə edəcək burada? Oyunu açdı. Həmid. Məzahir, oy oy oy. Hörümçək torlarını təmizləyir. Olur, hə, olur inşallah. İki fərqli qol, iki möhtəşəm qol. Komandaların aktivinə yazılır. İndi Fuad, oy oy oy. Kameranı belə çaşdırır. Babayev. Mədətovla oynayır. Mədətov, sadə oynamaq lazımdır. Futbol sadə oyunda. Yaxşı ötürmə, yaxşı ötürmələr çatacaqmı? Xeyr. Həmid. Asifdən geriyə, riskli paslaşmalar müdafiədə. Oy oy oy, az qalsın qapçı büdürəsə bir avtogol izləyə bilərdik. İrəli ötürmə. Xalid yaxşı toxunuş. Həmidə qapıya zərbə gələ bilər. Oy oy oy, Nicat, 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 Nicat. Allah, Allah, xətti ilə. İy baba, baba, baba. Şahin topu meydana daxil edəcək. Mədətov. Trivela yoxladı. Heç bir ehtiyac yox idi buna. Məzahir. Gördü komanda yoldaşını. Tək toxunuşla ötürmə. Həmid birbaşa qapıya. Birbaşa qapıya, bəli. Out. Qırmızı komandanındır. Həmiddən geriyə Asif. Asif. Kornerdir bu. Bəli. Çempionlar Liqasının təsnifat mərhələsində qırmızı komanda yaşıl komanda ilə qarşılaşır. 16-cı dəqiqədə hesab 1-1 dindi. Arxa dirəyə Nicata yaxşı toxunuş demək olar buna. Nicata ortaya bir ötürmə. Ay ay ay. Məzahir. Salih. Tək toxunuşla ötürmə. Salih. Oy oy oy. Yaxşı düşünülmüşdü. İcraatda biraz çatışmazlıqlar var. Yaşıl komandada. İndi Xalid geri oynuyor. Məzahir. Sağ cinahla oynuyor. Asif. Asifdən Həmidə. Həmid sağ cinahda nələr edəcək? Oy oy oy. Fuad kəsdi topun qarşısını. Bir də Zidane hərəkəti. Fuaddan yaxşı çıxartdı topu, indi əks hücum izləmək olar. Oy oy oy, əli ilə göstərdi. Salih anlaşa bilmədi Babayevlə. Budur, gənc oldu. Xalid sürətli hücum izləyə bilərik. Xalid şığıdı rəqibin üstünə. İndi Həmid. Həmid nələr edəcək? Nələr edəcək? Qarşısında rəqib oyuncular var. Top itirdi. Salih qazandı, itirdi. Və qapçıdan bir səhv, gözlənilməz bir səhv. İndi nələr baş verəcək? Elmirdən ötürmə qapçının qucağına gəlir. Bir ötürmə, Fuad kəsdi topun qarşısını. Salih, orada bir oyuncu olsa artıq qol izləyə bilərdik bəlkə də. Məzahir. Məzahir, oy oy oy. Bunu demişdik. Müdafiədə çox oynadılar. Rəqibin güclü presindən sonra bir avtogol. Amma hələ vaxta var. Hələ vaxta var. 18 dəqiqə keçib hələ. Hələ vaxta var. Top yumrudur. Sabah olmadan nələr olar deyib həmkarlarım. İndi isə Həmid. İləriyə bir ötürmə. Salihdən 50 oyun var idi mi? Var otağından bir söz deyiləcəklərmi? Təbii ki, buna baxılacaq oyundan sonra. Fuad geriyə Salihlə tək toxunuşlu ötürmələr. Ay ay ay, Məzahir yaxşı oxudu onu. Universitetdə belə oxusaydı alim olardı. Nicatdan ötürmə Xalid və gol. 2-2. Cavab qolu gecikmir.